Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan üsbüzaqlar bölməsindən 14-cü sualın izahına baxacağıq. Şəkildə müəyyən şeyləri biz düzgün, dəqiq qeyd eləməyimiz üçün mən şəkili öncədən fərqli bir formada, başqa bir formada, biraz böyük formada çəkmişəm. Demək, burada deyilənləri qeyd eləsək, bizə deyir ki, BT tərəfi demək 3-dür, CT tərəfi 5-dir və AT parçası ABC üsbüzağının tənbələnidir. Yəni bu bucaq alfadırsa, bu da alfa olur. Onda ABC üsbüzağında, yəni böyük üsbüzaqda tənbələnin xassəsinə görə, əsas xassəsinə görə deməli AB-nin BT-yə və AC-nin də CT-yə nisbətləri bərabər olmalıdır. Onda mən bu şərtdən istifadə edib AB tərəfinə bir 3K desəm, AC tərəfi onda 5K olacaq. Və burada bu da lazım olacaq bizə. İndi buna baxalım. Burada fikir verin, AT tənbələni BM tərəfinə parçasına nədir? Perpendikulyardır. Onda ABM üsbücağında AK parçası həm median, həm tənbələn, həm hündürlük olur. Bu da bizim bildiyimizə görə üsbücaq ancaq və ancaq nədir? Bərabər yanlı olanda, yaxud nədir? Bərabər tərəfli olanda bu şərt ödənilir. Baxaq. Burada biz ABC üsbüzağına baxsaq, ABC üsbüzağına biz Pifagor teoremini yaza bilərik. Yəni AB-nin kvadratı, yəni 3K-nın kvadratı bərabər, üzr istəyirəm, Pifagora görə üstə gələnsən BC tərəfinin uzunluğu 8-dir, yəni 8-in kvadratı, o da bərabər olacaq 5K-nın kvadratına. 5K-nın kvadratına. Demək, burada həll eləsək, olacaq 9K kvadratı plus 64 bərabərdir 25K kvadratına. Buradan olur 16K kvadratı bərabərdir 64. K kvadratı bərabərdir olur 4. Demək, K bərabər olacaq nəyə? 2-yə. Bəs bizdən nəyi soruşurdu bu? Məsələdə AM parçasının uzunluğunu soruşurdu. Bizdə də məsələdə AM parçasının uzunluğunu 3K kimi işarə eləsək, 3-ü də 2-yə vuranda 3 vur 2 bərabərdir cavab 6 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.